Mən gəlmişəm yuxarı Laçına, daha doğrusu Laçındayam mən. Gəldim yuxarı Laçına. Burada gəldim çıxdım, Allah rəhmət eləsin, Məmiş həkimin qapısına. Bax bu ev Məmiş həkimin evidir. Laçın rayon mərkəzi xəstəxanasında rengin həkimi Məmiş həkimin evidir, bax bu ev. Allah Məmiş həkimə rəhmət eləsin, həyat yoldaşına rəhmət eləsin. Kamilə, mən səni salamlayıram əmi qızı. Gəlmişəm atanın məhəlləsinə. Bax bu sizin evdir. Burada girmək çox çətindir. Kol hər yanı basıbdır. Mən bura çox çətinliklə girdim. Çəkdiyim zəhmət halal xoşunuz olsun. Allah atana, anana rəhmət eləsin. Mən özümə borc bildim ki, gəlim sizin məhəllənizi də çəkim. Sağa da göndərim. Gör ki, mən hara gəlmişəm. Kimin evinə gəlmişəm. Hansı ağsaqqalın məhəlləsindəyəm. Allah atana, anana rəhmət eləsin. İndi mən buradayım. Sizin məhəllədəyəm. Yağa düşmən hər yanı işğal eləyən dövrdə gəlib Məmiş həkimin də evin taladı. Məmiş həkimin də evin dağıtdı, pis vəziyyətə qoydu. Allah ermənilərin bəlasını versin. Mən hal-hazırda yuxarı Laçındayım. Yuxarı Laçının çox belə şərəfli insanları var, dəyərli, qiymətli ziyalıları var. Çox dedikdən Laçın rayonunda salib seçilən ağsaqqallarımız olubdu. Ali təhsilli müəllimlərimiz olubdu. Profesör həkimlərimiz olubdu. Laçın rayonu ziyalıların, ali təhsillilərin yurdudur. Allah Məmiş həkimə də rəhmət eləsin. O vaxtı işğalda olan dövrdə yazmışdım ki, düşmənin başına qılış çalarsan, hardasan Laçınım, hardasan Şuşam. Yağı düşmən sinən üstün yol edib, hardasan Laçınım, hardasan Şuşam. Sultan bəyin yurdunu talan etdilər, bizim ağsaqqallar hara getdilər. Didərgin düşübdü yaxşı kişilər, hardasan Laçınım, hardasan Şuşam. Güzarım kaş düşə gedən bir axşam, vətən həsrətinə qovrulmuşam. Vətən deyib hər oduna yanmışam, hardasan Laçınım, hardasan Şuşam. İndi biz gəlmişik, Laçını da gördük, Şuşanı da gördük, bu günlərimizə şükürlər olsun. Amma buna baxmayaraq da bizim ürək ağrıdan hərəkətlərimiz də odur ki, gəlib öz ağsaqqallarımızın, öz ziyalılarımızın evin bu vəziyyətdə görəndə qanımız çox qaralır. Qismət olsun, Məmiş həkimin evlatları da gəlsin öz ata-baba yurdunda, öz məhəllələrində ev tiksinlər, burada uzun ömrünə də yaşasınlar. Can sağlığı arzulayıram sizlərə, Kamilə xanım.